Meşə məktəbində mini tur. Hər kəsə salam. Adım Səkinədir və hal-hazırda Porto Rikodan Meşə məktəbində kimya dərsi keçirəm. Bundan öncəki videolarıma baxmamısınızsa, keçid edib mütləq baxın. Bugün sizə məktəb haqqında danışmaq istəyirəm. Bu məktəb dünyaca məşhur olan Waldorf sistemini proqramında əsas götürür. Ənənəvi məktəbdə diqqət daha çox akademik nəticələrə yönəlir. Qiymətlər, testlər, standartlar, rəqabətlər. Waldorf məktəbində isə məqsəd uşağın bütöv insan kimi inkişafıdır. Onun duyğuları, düşüncəsi, iradəsi, təxəyyülü və ruhu birlikdə formalaşdırılır. Waldorf sistemi uşağı öyrənən obyekt kimi deyil, yaradıcı potensiala malik fərd kimi görür. Bu məktəbdə hər fən yalnız ağıl işi deyil, duyğu və hərəkətlə əlaqələndirilir. Riyaziyyat rəsm vasitəsilə, tarix hekayələrlə, elm isə təcrübə və müşahidə ilə öyrədilir. Yəni, biliklər şəxsiyyətin dərinliyini oturur, sadəcə əzbərlənmir. Erkən mərhələlərdə şagirdlərə rəsmi qiymət verilmir. Əvəzində müəllim şəxsi rəy yazır, uşağın inkişafını sözlərlə izah edir, necə dəyişib, nəyi hiss edir, nəyə daha açıqdır. Bu, uşağın özünü müqayisə etmədən daxildən motivasiya tapmasına kömək eləyir. Waldorf məktəblərində erkən yaşlarda ekranlardan uzaq durmaq məsləhət görülür. İlk növbədə uşağın xəyal gücü, diqqəti və empatiyası formalaşdırılır. Texnologiya daha sonra artıq fərqinə vara biləcək yaşda daxil edilir. Mən ən böyük qrupla işlədiyimə görə texnologiya istifadə etməyimə icazə verildi. Bu məktəb üçün təhsil sadəcə oxumaq, yazmaq, hesablamaq deyil. Bu məktəb uşaqlarda yaradıcılığı, insan sevgisini və təbiətə, həyata dərin hörmətini formalaşdırır. Bu sistemin bir parçası ola bildiyimə həm də çox şadım. Düşünürəm ki, hər müəllim bu təcrübəni yaşamalıdır. Bundan öncə Waldorf sistemi haqqında heç eşitmişdiniz, gözəl insanlar.